Danışmaq nəyə lazımdır axı? Onsuz da kifayət qədər danışa bilirəm də, təhsilim var, müəyyən qədər söz bilgilərim var. Nəyimə lazımdır? Amma bir yerdə çıxış eləyəndə bu fikir vermədiyiniz, hətta xor gördüyünüz istedadınız sizi yarı yolda qoyur. Bəs görək, kəsat söz ehtiyatı olan insanla zəngin söz bazası olanın fərqi nədədir? Təsəvvür edin ki, birinci kəsat söz bazası olan insan çıxış edir. Hamınız xoş gəlmişsiniz. Sizi görməyimə şadam. Bilirəm ki, düşünürəm ki, deyəcəyim şeylər hamınıza maraqlı olacaq. Ümid edirəm, inanıram ki, bugün buraya yığışan insanlar məni yaxından tanıyırlar və bu söhbətim də bizim aramızdakı məsafəni işitməyə çalışacaq. Bax, belə bir danışıq tərzi. Amma gəlin görək, bizim zəngin söz ehtiyatımız varsa, biz necə danışacağıq? Çox asan. Hamınızı xoş gördüm. Buraya yığışan hər kəsi salamlayıram. Əziz xanımlar və cənablar. Bugünkü çıxışım sizinlə aramdakı məsafəni götürmək, məni sizinlə daha yaxından tanış eləmək üçündür. Bax, görürsünüzmü? Fərq nə qədər bilindi. Bəli, orada da bir danışıq var idi. Burada isə artıq fikrimizi nizamlı, düzgün söz tərkibini təşkil edərək, cümlələri düzgün quraraq, səlis və axıcı şəkildə təqdim edirik. Bax, belə fikirlərinizi gözəl şəkildə təqdim eləmək istəyirsinizsə, artıq təlimlərə yazılmağın vaxtıdır. Yeni il gəldi, yeni il sizə özünüzü yenidən qurmağa imkan verir. Siz də bu fürsətdən istifadə edin və təlimlərimizə yazın.